Salam millət, hər vaxtınız xeyir olsun uşaqlar. Hər birinizi salamlayıram dostlar. Hər birinizi xoş gördük yeni bir videomuzda. Dostlar, video maraqlı olacaq həmişə kimi. Bu günləri də biz analiz eləməyə çalışacağıq və öz strategiyamızdan uşaqlara əməliyyatımızı açacağıq. Tək şamdan əməliyyat açırıq və artıq neçənci videomuzdur bizim. Əgər dostum ilk dəfə baxırsansa bu video qarşına çıxıbsa, bundan öncəki videolara da bax. Həmən bu seriyanı biz davam eləyirik. 5000 dollardan gəlib 16000 dollarlara çıxmışıq, amma bu tez bir zamanda olmayıb. Yavaş-yavaş hamısı kanalda var. Keçid alıb baxa bilərsən. Brokerin linki aşağıda. Əgər sizə siqnal maraqlıdırsa, zəhmət olmasa Instagramda mənə yazın, sizi əlavə eləyim. Yəni fikrim var, onu da sizinlə paylaşmaq istəyirəm. Euro dollar baxaq görək. Bizdə bu günləri vəziyyət necədir? Uşaqlar OTC-lərdir çoxu. Görə real valyutalarda nəsə var. Bu günlər birinci gündür deyə millət görürük ki, bizdə biraz real valyutalarda nəsə o deyil, görürsünüz, faizlər aşağıdır, euro dollar var, realların içində, o da qapa baxın, görürsünüz, ortalıqda qapına boyda qap olub, bu gecə belə bir şey olub, açılıb, baxırıq biz burada vəziyyətə, 2 dəqiqə uşaqlar bizim şamımızın bağlanmasına qalır və burada əməliyyat açmaq olar. Burada uşaqlar gözləmək olar və gəlin mən o birisi valyutanı da əlavə eləyim. Hansı çətinlikləriniz var, nə haqqında çəkim uşaqlar deyin, bilək və hərəkət eləyək. Aha, burada da situasiya olacaq. Biz hal-hazırda gözləyəcəyik şamımızın bağlanmasını uşaqlar və həmən şam bağlandıqdan sonra biz bir şam müddətinə 5 dəqiqəlik əməliyyat açırıq. 16000 dollar bizim balansımız var, 200 dollarlıq əməliyyat açacağım və bir şam müddətinə uşaqlar. Necədir sizə? Bu strategiyanı ümumiyyətlə test eləyirsinizmi? Necədir? İşləyirmi sizdə? Necə əmələ gəlir? Dostlar, yazın, bildirin və maraq qatın kontentə uşaqlar. Görək vəziyyət necədir və necə bizdə hərəkət olur. Baxırıq. 1 dəqiqə qalır uşaqlar. Biz görürük ki, bizdə hal-hazırda belə bir trend yuxarı gedirdi uşaqlar. Hal-hazırda biz buradan dəyişilmişik və geri dönmüşük. Keçək biz euro dollara baxaq, görək onda necə görünür həmən vəziyyət. Euro dollarda daha bərbaddır, amma funt dollarda biraz nəyəsə oxşuyur. Reversal, gözəl bir reversal yaratmışıq və hal-hazırda bizdə belə bir düşüş istəyir və biz buna Fibo ilə baxa bilirikmi görüm. Qorxuram ki, qaçırdaram. Bir dəqiqə Fibonacci tez bozar götürək uşaqlar. Aşağıdan yuxarı çəkəcəyik bunu və baxacağıq vəziyyətə. Fibonu çəkək diblərə, aşağılara. Okey, bizim başlanğıc zonamız və yuxarı zonamız hələ ki buradır bizdə. Biz görürük ki, uşaqlar, biz 618-lərə gəlmək istəyəcəyik və 100 dollarla mən düşünürəm ki, uşaqlar, növbətdə bizim şamımız qırmızı olaraq bağlanacaq və biz həmən bu zonadan aşağıda bağlanacağıq. Və uşaqlar, bu nə deməkdir? Bu o deməkdir ki, bizim bir şam müddətimiz var. Baxın. Keçirik biz bura və sol tərəfdə nə görə bilərik? Əgər dostum bu platforma haqqında məlumatın yoxdursa, bundan öncəki videolara bax. Orada tam olaraq məlumat vermişəm, göstərmişəm hər şey necə işləyir, nətər işləyir. Burada 5 dəqiqə bizim müddətimiz var. 5 dəqiqə ərzində bizim şamımız davam eləyəcək. Və biz hal-hazırda situasiyanın short getdiyini görərək, həmən bu bizim şamımızın qırmızı bağlandığını görərək, biz hal-hazırda short əməliyyat açmışıq. Bu həmişə belə işləyirmi? Yox uşaqlar, bunu da görmək lazımdır. Bunu da görürsünüz, bizdə burada təsdiq var. Biz burada baxdıqda biz görürük ki, gözəl bir təsdiqimiz var. Qiymətimiz maksimumu görüb və geri aşağı gələndə geriyə qayıdıb yeni bir maksimum yaratmayıb və aşağı yönlüdür. Və biz aşağı yönlü olduğuna görə şamımızın bağlanmağını gözləyib 5 dəqiqəli şam açırıq və düşünürük ki, həmən bu açılan şam uşaqlar bundan aşağıda qırmızı olaraq bağlanacaq. Yəni başqa burada heç bir çətin nəsə fikirləşməyə ehtiyac yoxdur. Bu hər yerdə olmur. Yenə də siz analizləri bilməlisiniz, görməlisiniz və görürsünüzmü, yenə də Fibo ilə biz götürmüşük, yenə də hərəkətə uyğun giririk. Yəni burada da hərəkətə əks keçid almaq olmaz. Baxırıq. Bu strategiyanı uşaqlar biz 1 saatlıqda da istifadə eləyə bilərik, yararlana bilərik. Məsəl üçün 1 saatlıq şama girərik, orada situasiya taparıq və 1 saat ərzində əməliyyat açarıq. Yəni şamımız 1 saat ərzində olar. Aydın olurmu sizə? Yəni belə bir şeydə eləmək olar. Fərqi yoxdur uşaqlar, siz hansı time frame-də sizsə o time frame-lə də işləyə bilərsiniz. Hal-hazırda mən video çəkdiyim üçün 5 dəqiqəlik time frame-dəyəm. 15 dəqiqəlik time frame daha optimaldır. 5 dəqiqəlik daha aqressiv yanaşmadır, yəni belə uşaqlar. Hal-hazırda Forex-də də bizim əməliyyatımız var, hansı ki biz qrupda uşaqlarla bir yerdə trade eləyirik uşaqlar. Forex-ə daha çox çəkilmişik biz kənara və kənarda klub
şəklində trade eləyirik. Forex videolarımızda çoxdur, keçid alıb baxa bilərsən, məlumatlana bilərsən. Görürük ki, bizim şamımız hələ ki, görürsünüzmü, eyni vaxtdayıq və görürük ki, bizim şamımız əks tərəfdədir. Bu qorxuludurmu? Xeyr, uşaqlar. Yəni burada yüngül bir yuxarı bir korreksiya ola bilər. Bundan sonraki şamı nəzərə alaraq yenə də əməliyyatımızı açacağıq. Amma bu şamımız bizim bağlanmalıdır. Bağlanmalıdır ki, biz bilək nə var nə yox. Çünki görürsünüzmü, iynə atdı, bu dəqiqə bu gedib qırmızıda bağlana bilər. Çünki uşaqlar, burada belə bir situasiya var. Fikrinizi dəyişməməlisiniz. Açmısınızsa, sakitcə oturun, gözləyin. 5 dəqiqəmizin tamamından sonra artıq növbəti şamı fikirləşin. Yəni növbəti şam necə fikirləşilir? Buradakı bizim şamımıza baxaraq, şamın necə bağlandığını nəzərə alaraq biz növbəti şama keçid ala bilərik. Hal-hazırda mən gözləyirəm uşaqlar. Bu şamın qırmızı bağlanmağını biz də düppədüz diapazondan açılmışıq. Aydındırmı? Bizdə burada Fibo var. Ona görə uşaqlar, bu Fiboya görə biz burada qırmızıyıq. Baxırıq, görürük ki, 1 dəqiqə 24 saniyə qalır bizim həmən bu şamımızın bağlanmağına və bu çox mükəmməl bir əməliyyat olacaq yəqin ki. Çünki düşünürəm ki, biz artıq getdik, yuxarıları yığdıq və aşağı doğru gedirik. Maraqlıdır bu strategiya uşaqlar. Mənim üçün binary-də bu çox əlverişlidir. Bunu mən yeni başlamışam bu strategiya ilə yararlanmağa və çox möhtəşəmdir uşaqlar. Yəni minus hər yerdə var, amma sizin strategiyanız olanda, sizin tam hədəfiniz olanda siz özünüzü başqa cür ümumiyyətlə hiss edirsiniz və tradingə başqa cür yanaşırsınız. Aydın olurmu? Kimin də sorğu sualı olursa, əlbəttə ki, bizə yazır. Instagramı, sosial şəbəkələri aşağıda saxlamışam. Uşaqlar, mən heç kimə yazmıram, nəsə təklif eləmirəm. Mənim adımdan yazan varsa mən deyiləm. Yazın, soruşun, community-yə qoşulun, aramızda olun uşaqlar. Hamısı sizin əlinizdədir, bütün şərait var. Görürük ki, 20 saniyəmiz qalır. Bu diapazondan aşağıdayıq hal-hazırda və növbəti şamda mən yenə də aşağı götürmək istəyəcəm uşaqlar. Aha. Bir dənə də 5 dəqiqəlik mən aşağı açdım. Birinci əməliyyatımız bizim plus. Burada da aşağı açıram uşaqlar. Çünki növbəti 5 dəqiqəlik şamın yenə də aşağıda qırmızı olaraq bağlanacağını proqnoz edirəm və gözləyə görə bu əməliyyat necə yekunlaşacaq uşaqlar. Uşaqlar, 5 saniyəmiz qalır və bizim əməliyyatımız burada minusla bağlanır və biz vaxt itirmədən $400 yuxarı əməliyyat açırıq uşaqlar, vaxt itirmədən. Neçə saniyə biz gecikdik? Çox vacibdir saniyələr, çünki uşaqlar o imенно saniyə sizi gəlib minus eləyə bilər. Açdıq uşaqlar ikinci əməliyyatımızı, bir dənə minusumuz var. Gözləyirik ki, dostlar, həmən bu şamımız bizim yaşıl bağlanacaq və bu zonadan yuxarıda olacaq. Gözləyə görə əməliyyat necə yekunlaşacaq? Əgər bizdə biraz aşağı düşüş olarsa, buradan bir dənə də əməliyyat mən götürəcəm. Oldu uşaqlar. Bir şamı gözləyirik, 5 dəqiqə müddətimiz var. Gözləyək. Uşaqlar, 7 saniyəmiz qalır. Burada saniyə qutardı. Görürsünüz, ən pisi budur. Bax. Biz ayda, burada mən gecikdim. Konkret gecikdim burada, görürsünüz. Onun bağlanmağı ilə bunun açılmağı uşaqlar gec oldu. Mən gecikdim. Yenə bir neçə saniyə gecikdim və yaxşı yerdən aça bilmədim uşaqlar. Bu şam buradan bağlandı. Buradan girmək lazım idi əməliyyata. Dala korreksiya olarsa birini də oradan götürəcəm 100%. Amma vaxtı dəqiq baxmaq lazımdır. Çünki 4 dəqiqəyə qoyum, ola bilsin 4 dəqiqədə gəlib çatar. Çünki eyni vaxta bağlanmalıdır əməliyyatlar. Uşaqlar, burada riyaziyyatdır və riyaziyyatla hərəkət eləmək lazımdır. Yəni bu belə işləyir. Görürsünüzmü? Bizdə hal-hazırda long trend gedir. Biz gözəl əməliyyat. Bir dənə minusumuz oldu, ikinci plus. Gözəl bir plus. Bunu pis yerdən açdıq. Aşağı gəlsə birini də götürəcəm. Buradan istəyərəm götürüm uşaqlar. Bağlanış yerindən bax, buradan açıldığı yerdən uşaqlar bir dənə
yuxarı götürərdim. Heç yaxşı olmadı bu əməliyyat. Eyb yox. Oyda, yenə də gecikmə. Ay. 3 dəqiqəlik, yenə də gecikdim. 4 dəqiqədə girə bilmədim. Çox diqqətli olmaq lazımdır. Siz necə? Burada uşaqlar, vaxt çox önəmlidir. Biz çünki şam müddətinə giririk və biz həmən o şamla əməliyyatı götürürük. Bir şam müddətinə. Və burada mən girə bilmirəm. Görürsüz nəyə görə? Çünki 3:32, 3:31, 3 olanda mən girə bilərəm 3 dəqiqə müddətinə ki, bu əməliyyatla bir yerdə biz bağlanaq. Aydın olurmu sizə uşaqlar? Bunları çox dəqiq baxmaq lazımdır. Eyni olmalıdır. Görürsüz burada yenə də məndə eyni deyil. Bir neçə saniyə yenə gecikmə var. Belə olmalı deyil uşaqlar. Rovna açmaq lazımdır. Dəqiq bir şəkildə açmaq, götürmək lazımdır. 3 dəqiqəyə qalanda aşağıda olsa birini də götürərəm, amma buradan götürmək olmaz. Çünki bu heç ideal yer deyil. Bura çox gec yerdir uşaqlar. Və bura olmalı idi. Bu şam bağlanan yer buradır. Buradan birbaşa açılmalı idi əməliyyat. Xren s nim aça bilmədik. Gözləyə uşaqlar, gözləyə görək hansı fikirləriniz var? Yazın aşağıda. Ümumiyyətlə istəyirsinizmi? Yəni bu strategiya sizə maraqlıdırmı? Yəni yazırıq uşaqlar, aşağıda bildiririk. İşləyirsinizmi? Hansı suallarınız da olsa birbaşa Instagrama yazın. Görürsünüzmü? Ayda. Buradan girsəydi, vəbşi ideal idi. Eybi yox, buradan biz girmişik, amma eybi yox. Yaxşıdır, hələ ki yaxşıdır vəziyyət və hal-hazırda 2 dəqiqə 30 saniyəmiz qalır. Dostum, sən birinci gəlmisənsə, burada ümumiyyətlə nədən söhbət gedir? Biz $200 investisiya edirik. $200 investisiya edirik və bizim burada faizimiz 82%dir. Həmən o $200 82% bizim olur. Əgər bizim proqnozumuz doğru olarsa, bu əlbəttə ki bizim olur. Aydın olurmu? Mən sizə bunun təlimlərini keçirəm uşaqlar, açıq bir şəkildə sizə göstərirəm. Dostlar, brokerin linki aşağıdadır. Burada sizə promokodlar saxlamışam. Promokodla depozit eləyə bilərsiniz. Nəyə görə bu broker uşaqlar? Əgər mənim kontentimə baxırsansa, məndən burada başqa brokeri sən soruşsan, mən sənə heç bir köməklik eləyə bilməyəcəm. Bu olanda, sən bizim komandada olanda mən sənə köməklik eləyə bilirəm. Aydın olurmu? Ona görə də dostum, problem axtarmırsansa, sadəcə qeydiyyatı eləyirsən və salam. Qutardı getdi. Nəsə lazım oldu, bir dənə mənə Instagramda yazırsan və cavab alırsan. Siqnal istəyirəm yenə də xoda salım uşaqlar siqnalları. Yəni siqnallar belə olacaq bir şam müddətinə. Yazırıq Instagrama və siqnal kanalına keçid alırıq. Uşaqlar, birbaşa linklər aşağıdadır. Bütün rəsmi linklər. Yəni orada-burada axtarmaq lazım deyil. Demək belə uşaqlar, baxırıq, 1 dəqiqəmiz qalır və görürük ki, bizim şamımız hələ ki yaxşı bir yerdədir. Hələ bizim burada bəxtimiz biraz gətirib ki, şam çox qalxıb. Zay yerdə açmışıq. Bax belə o birisi bağlananda, bu açılanda biz biraz şuqaniyə düşdük orada. Ola bilsin ki, son saniyələrdə minus eləməsə yaxşıdır. Çünki vaxtımız heyf olmasın da 5 dəqiqədə gözləyirik. Cəmi cümlətanı 30 saniyəmiz qalır. Görək bu 30 saniyə ərzində necə olacaq. Gözləyirik uşaqlar. Yaxşıdır vəziyyət, yaxşıdır hələ ki. Funt dollardayıq. Görüm orada euro dollar nə edir. Euro dollarda başqa situasiyadır, görürsünüz. Euro dollarda mən çalışacağım hal-hazırda 1 dəqiqə uşaqlar 5 dəqiqə müddətinə short aşağı götürdüm və düşünürəm ki, bundan sonraki bizim şamımız aşağıda bağlanacaq. Funt dollar bizdə plusla bağlanır uşaqlar. Funt dollarda biz plus götürdük. Burada gecikdik biz əməliyyata girməyə. Keçək biz o birisi terminala baxaq. Burada da bizdə 5 dəqiqəlik $200 əməliyyat aşağı açılıb uşaqlar bir şam müddətinə və biz burada da short götürmək istəyirik. Nəyə görə uşaqlar? Burada da bizdə qalava pleçi var, yəni çiyin baş çiyin. O bir yana. Çiyin baş çiyində sadə yerlərdə işləmir uşaqlar. Çiyin baş çiyində təsdiqli yerlər olmalıdır. Bunlar nədir? Bunları mən bir dənə yığışdırım. Baxırıq uşaqlar. Dalbadal əməliyyatlar açıram ki, siz də görəsiz və treydinizi eləyəsiz. Sizə real işlək metodları göstərirəm uşaqlar. Yəni bunlar hamısı real işləkdir və mən sizə bunları demonstrasiya eləyirəm. Baxın, altdan yuxarı gəlmişik. Buradan başlamışıq və biz hal-hazırda aşağı gedirik uşaqlar. Baxın, üstdən aşağı baxanda isə bizim 618-lərimiz hardasa buralara gəlir, çıxır. Əksinə, tərsinə qoysam, məsəl üçün belə bir şey qoysam, sadəcə bu qabaq görənlik olur. Çünki bilmirik bu harda gəlib dayanacaq. 618-lərdədir paşti. Belə qoyduqda gəlib 618-lərə çıxır. Hal-hazırda bizim əməliyyatımız plusdadır. Biz burada çox da başımızı yormuruq. Bircə şam lazımdır bizə və bağlanan şama uyğun olmalıdır. Görürsünüzmü? Buralarda biz neçə dənə əməliyyat götürə bilərdik uşaqlar. 5 dəqiqəlik şamdır, düzdür? Bağlandı, sən buradan əməliyyat açdın. Bax, bu yerdən. Bu yerdən əməliyyat açdın. Məsəl üçün deyəm, bir dəqiqə mən sənə bunu belə izah eləyim. Neçə dəqiqəmiz qalır? Hələ 2 dəqiqəmiz var. Vaxt çatdırarıq. Bax, deyək ki, sən buradan götürdün. Deyək ki, buradan götürdün, düzdür? Açdın əməliyyat aşağı. Getdi yuxarı plus. Sonra yenə də. Bax, buradan girdin əməliyyata.
yenə də plusdasan. Buradan girdin əməliyyata, yenə də plusdasan. Buradan girdin, yenə də plusdasan. Buradan girdin, yenə də plusdasan. Aydın olurmu sənə? Gör neçə dənə sən burada əməliyyat götürə bilərdin. Sonra gəlir burada şam bağlanır, şam bağlandıqdan sonra burada açılır, burada minusa gedirsən, minusa getdikdən sonra uşaqlar dayanmaq lazımdır və situasiyanı izləmək lazımdır. Ola bilsin ki, nəyə görə? Siz trend dayanan yerə gəlib çıxdınız və burada məsəl üçün yaşıl açıldı, amma görürsünüz ki, trend aşağı gedir. Burada yaşıl açılmaqla siz özünüzü risk atarsınız. Burada lütfü gözləyib, bir neçə moment gözləyib, məsəl üçün bir neçə şam, daha çox sizə təsdiq verəcək bir şam. Görürsünüz, burada bu şam qırmızı bağlanıb. Bu şamın bağlanması ilə biz aşağı əməliyyat açsaydıq, yenə də buralardaydıq. Plus da ola bilərdi, minus da ola bilərdi. Çox sporlu yerdir, biraz çətin yerdir. Uşaqlar dəyinib qiymət burada bir yerdə. Hal-hazırda yenə də həmin situasiya ola bilər. Hansı ki, bizə xeyir verməz. Amma gəlin pozitiv düşünək. Növbəti əməliyyatı burada açacağam. Funt dollarda açacağam. Uşaqlar bəyənirik dostlar. Video uzundur və daha çox məlumat vermək istəyirəm sizə. Ona görə millət dəstək oluruq. Uşaqlar zarafat deyil. Bu qədər iş görürük, sizə göstəririk. Həm o birisi bazar, həm bu birisi bazar, hamısı üstə tökülüb. İşlər o qədər çoxdur ki, uşaqlar baş qaşımağa vaxt yoxdur, bildiyin. 17.000 dollarımız var, qəşəng. Aşağılara gedirik. 20.000 eləyək, çəkək bir 5.000 çəkək. 23 saniyəmiz qalır və bu şam aşağılardadır. Amma mən gedəcəm o birisi valyutaya, funt dollara gedəcəm. Orada artıq özümü hazırlayacağam ki, şam açılan kimi mən keçid alım. Aha, görürsünüzmü? Burada okey. Əməliyyat bağlanan kimi, bağlanan kimi biz əməliyyata girdik. Bağlandı, evro dollar bağlandı, yaxşılıqdır deyəsən. Uşaqlar, buradan bir dənə də əməliyyat açıram 5 dəqiqə müddətinə və görək bizim əməliyyatımız necə bağlanacaq. Əlbəttə ki, bizdə bundan qabaq gəlməlidir. Evro dollarda plusla bağlandı uşaqlar, möhtəşəm bir şəkildə. Görürsünüz, strategiya saat kimi işləyir. Sadəcə bir şam. Gözləyirik, görək əməliyyat necə yekunlaşır. Sonra da baxaq görək bu günləri nə qədər qazana bilmişik uşaqlar. Deməli uşaqlar, çox güman ki, bizim əməliyyatımız minus olacaq və biz görürük ki, burada istiqamət dəyişdi sadəcə. Gözləyirik biz o birisi şamı, bizdə nə qədər qalır? 400 dollar. Bir dənə də 400 dollarla mən aşağı əməliyyat açıram. Düşünürəm ki, bundan sonra gələcək şamımız aşağıda qırmızı olaraq bağlanacaq və biz plus əldə edəcəyik. Əgər biz yuxarı qalxarsaq, mən buradan dagon deyirlər ona, 2 əməliyyat götürəcəm, 2-yə vuracam əməliyyatı və 400-ü 2-yə vuracam, biraz yuxarıdan açacam. Amma uşaqlar burada dagon götürmək, yəni yenidən əməliyyat götürmək, ikinci əməliyyat götürmək necə hallarda olar? Belə bir hallarda olar ki, hansı ki bizim order blok var və biz reaksiya alıb aşağı gedirik. Və uşaqlar, biz elə bir yerdən götürürük ki, yəni bu şamın içindəyik. Götürdükdə isə dəqiqəmizə baxırıq, buradan neçə dəqiqə qalır. Məsəl üçün, mən hal-hazırda əməliyyat açmaq istəsəm, bu şamın bağlanması üçün əməliyyat açacamsa uşaqlar, mən gərək 5 saniyə, 4 saniyə, 4 dəqiqəlik əməliyyat açam. Aydın oldu mu? Yəni biz əgər əksinə yuxarıda olsaydıq, mən o şamın bağlanması üçün 4 dəqiqəlik gərək əməliyyat açaydım. Gördünüzmü? Bax, bir dənə minus ola bilir. O da ki, harda? Trend çönəndə. Ondan sonra uşaqlar baltalayın getsin. Yəni bu strategiya burada çox kayfovu işləyir. Baxaq görək əməliyyat necə yekunlaşacaq. Mən də uşaqlar Forex-də belə bir əməliyyatım var, ona baxıram hal-hazırda. Öncədə göstərdiyim əməliyyat da hal-hazırda 2000 dollarda burada xeyir, profit göstərir uşaqlar. Və bu gizlin açılan əməliyyat deyil, hamısı bizim community-də paylaşılır, göstərilir. Uşaqlarla bir yerdə etdiyimiz analitikadır. H4FX açıq telegramımızı aşağıda saxlamışam. Mütləq və mütləq şəkildə orada olmaq lazımdır. Baxırıq. Burada isə hal-hazırda bizim 3 dəqiqəmiz qalır və görək bizim əməliyyat necə yekunlaşır. Onca saniyəmiz qalır uşaqlar və belə bir əməliyyat yoxdur da, yəni. Çox möhtəşəm bir plus. Möhtəşəm özdə. Gecikdik buna. Ayda.
Bəlkə buna 4 dəqiqəlik də baxaq. 4 dəqiqəlik girək. Necə girirlər 4 dəqiqəlik uşaqlar. Amma yox, bu aşağı getdi. Gecikdik. Biz gərək indi gözləyək növbətdə bu şamın bağlanmağını ki, biz artıq fikirləşək görək hansı əməliyyat açacağıq. Uşaqlar, gəlin hesablayaq bu günləri nə qədər qazandıq. Bayaqkını hesabladım mən. Sonra biz 200 dollar itirdik və 328 dollar üstünə də qazandıq. Baxaq, çıxaq 200 dollar bərabərdir 420 və üstünə də gəlirik 328 dollar. Üstünə də gəlirik 328 bərabər 748 dollar uşaqlar. 748 dollar bu gün gəlir əldə eləmişik. Məncə möhtəşəmdir, məncə bəs eləyərik. Bir yağdan ilə qoymuşuq üstünə. 700 neçə dollar? 728, 748 dollar uşaqlar. Burada manatla görürsünüz nə qədər pul eləyir. Məncə bəsdir də. Harda bu qədər pul qazanmaq olar? Heç harda. Yalnız trading. Trading. O tərəfdə də, Forex-də də yaxşıdır vəziyyət uşaqlar. Millət heç kimə qulaq asmırıq. Əgər bizim məqsədimiz varsa, aramıza qoşuluruq və bizlə bir yerdə trade eləyirik. Uşaqlar, baxın, göstərirəm, öyrədirəm, bildirirəm millət. Qalan hər şey sizin əlinizədir. Özünüz baxın, öyrənin. Baxın uşaqlar, gördünüzmü? Bu cürlə gözəl bir profit əldə elədik. Böyük bir riskimiz də olmadı. Sadəcə 2 dənə minusumuz olub və qalan hamısı plus. 1, 2, 3, 4, 5 plus, 2 minus, amma görün profit necə gözəl bir şəkildə qalxdı uşaqlar. Oldu, növbəti videoda görüşərik. Nə sorğu sualınız varsa zəhmət olmasa aşağıda bildirin və bizə yazın. Hələlik uşaqlar.